Təqvimlər 1229-cu ili göstərəndə Bohemiya Krallığının Benedikt monastırında bizə bəlli olan adıyla Herman adlı rahib törətdiyi ağır günaha görə cəzaya məhkum edilir. Onun üstünə sağ ikən divar hörülüb əbədi həbsə məhkum ediləcəkdi. Herman adlı rahib bu səbəbdən günümüzdə təcrid edilmiş rahib kimi xatırlanır. Məhkum edildikdən sonra Tanrının mərhəmətini qazanmaq üçün bir gecədə dünyanın ən böyük kitabını yazacağına and içir. Amma bu qədər böyük bir kitabı bir gecədə yazmaq insan gücü ilə mümkün değildi. Bu fikirlərini baş rahibə və digər rahiblərə deyir və baş rahibi ona bir qələm və üzərinə yazmaq üçün heyvan dəriləri verir. Beləliklə Herman kitabı yazmağa başlayır. Gecənin ortalarına çatdıqda günahkar rahib kitabı yazıb qurtara bilməyəcəyini anlayır və qərara gəlir ki, iblislə razılaşsın. Beləliklə ruhunu iblisə satıb bunun qarşılığında da ondan kitabı yazıb tamamlamağını istəyəcək. Belə də olur, o iblislə razılaşaraq öz ruhunu ona satır. Kitabda isə ona hörmət əlaməti olaraq bir səhifədə nəhəng iblis şəkli çəkir.